Sözüm daşıyıcı şirkətlərədir. Demək istəyirəm ki, insafınız olsun, vicdanınız olsun. Nə bilim, heç olmasa biraz özünüzü bu dayanacaqlarda, bu yağışlı havalarda, dayanacaqlarda dayanıb suyun içində dayanan insanların yerinə qoyun. Qardaş, dövlət bu qədər layihələr həyata keçirir. İctimai nəqliyyatın inkişafı etdirilməsi üçün, inkişaf olması üçün, insanlara daha əlçatan olması üçün dövlət bu qədər layihələr həyata keçirir. Heç olmasa siz də öz bu məsuliyyətsizliyinizlə bu layihələri gözdən salmayın. Nə bilim, bu məsuliyyətsizliyinizlə bu layihələri heç bir şey eləməyin, yerlə bir eləməyin. Bu nə deməkdir? Bu nə məsuliyyətsizlikdir? Yəni şəxsən mən gözümün şahidiyəm. Təsəvvür edin ki, 25-30 dəqiqə ərzində avtobusun kanesinə, yəni ki, daha doğrusu başlanğıc nöqtəsinə 3 avtobus daxil olur. 3 avtobus daxil olur. Və dördüncüsü də gəlir 30 dəqiqədə, yarım saatda. Bu yarım saat ərzində dayanacağa daxil olan 4 avtobusdan bir dənəsi tərpənmir, geri qayıtmır. İnsanlar da dayanacaqda suyun selin içində gözləyir. Bu nə deməkdir yəni? Buna nə ad qoyasan?